sadəcə sızanaqdır dedi, az qala həyatını itirirdi. İngiltərədə yaşayan 35 yaşlı Keren Bakin burnunun yanında kiçik, qırmızı bir şişliyi gördü. Əvvəlcə bunun adi bir sızanaq olduğunu düşündü və onu sıxmağa davam etdi. Ləkə dəfələrlə təkrarlandı və heç vaxt tam keçmədi. Bu vəziyyət 3 həftə davam etdikdən sonra o həkimə müraciət etdi. Müayinələr nəticəsində dermatoloq tərəfindən aparılan biopsi onun bazal hüceyrəli karsinom, dəri xərçəngi olduğunu ortaya çıxardı. Bu, əsasən günəşə məruz qalan nahiyələrdə yaranan və İngiltərədə hər il 10 minlərlə insanda aşkarlanan yayılmış bir dəri xərçəngi növüdür. Keren özünü təhlükədə hiss etmirdi, çünki tez-tez günəşə çıxmır və günəşdən qoruyucu krem istifadə edirdi. Lakin xəstəlik yenə də onu tapdı. Əməliyyatdan sonra sağalma mərhələsinə keçdi, amma az sonra burnunun digər tərəfində yeni və daha böyük bir ləkə çıxdı. Bu dəfə də sıxmağa çalışdı, amma yara qanayır və sağalmırdı. 2 həftə sonra yenidən dermatoloqa getdi və xərçəngin təkrarlandığı təsdiqləndi. İkinci əməliyyatdan sonra burnunda böyük, qara bir dəlik yarandı. Bu ağır təcrübə onun həyatını dəyişdi. Keren daha sonra tirkologiya üzrə təhsil aldı və öz gözəllik salonunu açdı. Artıq müştərilərində dəri və saç dərisində dəyişiklikləri müşahidə edərək onları vaxtında xəbərdar edir. O bildirir: "Heç vaxt düşünməzdim ki, dəri xərçəngi belə sadə bir ləkə ilə başlaya bilər. İnsanlar günəşə çıxmadan öncə mütləq qoruyucu tədbir görməlidir."